Salam hörmətli izləyicilər, bildiyiniz kimi 2-ci Dünya müharibəsində Almaniya Sovet İttifaqına məğlub oldu. Bu müharibə bitdikdən sonra demək olar ki, Alman liderlərinin hamısı, əksəri və yaxud da ki, əksəriyyəti dəmir barmaqlıqlar arasına salındı. Bir müddət Nürnberg məhkəməsi keçirildi və bu məhkəmə nəticəsində təqsirli bilinənlərin demək olar ki, hamısı cəzalandırıldı. Bu müharibədən yeganə salamat çıxan bir Alman generalı var idi. O əslində tipik hərbiçi kimi görünmürdü, hərbi forma geyinmirdi, həmişə mülki formada bahalı kostyumlar geyinirdi. Özünün soyuqqanlı düşüncələri, yəni qüsursuz davranışları var idi və beləliklə o həbs olunandan sonra özünün əlaqələrindən, pul imkanlarından və digər vasitələrindən istifadə edərək rəqibləri ilə razılaşmağa yol tapa bildi. Və beləliklə də o məhkəmədə deməli, heç kimə məlum olmayan gizli kəşfiyyat məlumatlarını, onları əks etdirən sənədləri deməli, məhkəməyə təqdim elədi, müstəntiqlərə kömək elədi. O özünü məhkəmədə müttəhim kimi yox, analitik kimi aparmağı bacardı. Və beləliklə də o deməli, özünü bu həbsdən qurtara bildi və onun səhhətində olan problemləri nəzərə alaraq onu formal olaraq günahkar hesab elədilər və onu həbs eləmədilər. Müharibədən sonra isə yeganə salamat çıxan bu general Walter Schellenberg idi. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.